diqqət eləməyinizi istəyirəm. Ümumiyyətlə, belə bir qayda var, Allah qəlbin dərinliyinə baxır, qəlbin içinə baxır, dibinə, sirrinə deyirlər, baxır. Orada nə görürsə onu libas eləyib adamın əyninə geyindirir. Qəlbin içindəkilər gerçəkləşir, hadisə olur sənin üçün. Bu çox mühüm məsələdir. Qiyamətdə Allah qəlbləri yaracaq. Qəlb deyəndə bu ürəyi demirəm, ruhu açacaq, bütün qatlarını açacaq, qoyacaq sənin qarşına. Deyəcək, bunun əsasında söhbət eləyəcək səndən. Qiyamət sorğu-sualı ruhdakı istəklər əsasında aparılacaq. Söhbət orada onun əsasında olacaq. Onda cəmaat lal olacaq. La yetəkəlləmun. Quran buyurur, danışmayacaqlar. Danışmağa imkan olmayacaq. İlla mən ədinə ləhur-rəhman və qalə səvaba. Ancaq Allahın icazə verdiyi kəslər danışacaq və ancaq düz danışacaq. Yəvmə tubləs sərair. Qiyamət necə gündür? Sirlərin açıldığı gün. Sən nəsə eləmirsən günah, qiyamətin, elə bir qiyamətdə oturmuşuq Allahın huzurunda. İncəlirlər bir-bir. Filan günah, filan əməl. Eləmirsən? Hə? Allah qəlbini yaracaq, ruhu açacaq, deyəcək, görürsən, burada istəmirsən. İstəmirsən deyə eləmirsən. İstəmirsən deyə başına gəlib. İstəmirsən olub. Sənin bu istəklərin bu günahlarına səbəbdir. İstəklər çox mühümdür. Qəlbdə nələr var, çox mühümdür. Ona görə dünən dedim ki, israrla istəyin bu ayda, israrla. Bir dənə qayda deyim, bunu da yadda saxlayın. Nəyi ki, həyatda eləyə bilmədim, bil ki, deməli istəmədim. Ay, yox, mən yox. İstəmədim. Nəyisə eləyə bilmədin, deməli istəmədin. Qiyamətdə bunu göstərəcəklər. Qəlbi yaracaqlar, deyəcəklər, istəmədim. İndi 100 dənə, istəyirdim və istəmirdim. İstədinsə, mümkün deyil eləməyəsən. Bir şey istədinsə, mümkün deyil ona çatmayasan. Axı, mən dua eləyirdim, Ramazan ayında dua eləyirdim ki, ilahi, filan mənəvi məqamı mənə nəsib elə, filan. Yox, qəlbə baxır, ürəyivə baxır. Dildə deyirdin, istəyirdin. Amma ürəyində bir səs var idi, deyirdin ki, olmasa da olmaz. Sən doğrudan da istəyirdin, sən istəyəndə başqa cür olursan axı. Sən istəyəndə başqa cür olursan, sən əl çəkmirsən. Amma deyirdin, bunu deyirdin, amma ki, ürəyində də bir his vardı ki, vacib də deyil olsun. Onu bax, qiyamətdə sübut eləyəcəklər. Ona görə baş tutmadı. Bir dənə söz deyim, bunlar hamısı qaydalardır, qızıl qaydalardır. Mən çox zəhmət çəkmişəm bunları mütaliə edib çatdırmaq üçün. Sən hala düşüb dua edirsən. Ay Allah, mən qiyamətdə Peyğəmbərlə məşhur elə, İmam Hüseynin yanında qərar verir. Hala düşürsən, dua edirsən. İstəyirsən, biləsən, ürəyin istəyidir, yox, davamlı dua elə. Axırda görürsən, yoruldun. Da istəmirəm. Sirrində, ürəyin sirrində yoxdur o istək. Hal səndə o istəyi yaradıb. Allah isə o sirrə baxır, qəlbinin dərinliyinə baxır. Allaha maraqlı olan budur ki, qəlbdən nə baş verir? Lap dibində. Deyir, 300 dəfə dinən, əl-əf, 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 bilsin, niyə? Axırda gör, əvvəlki halın qalır. Bir dəfə sən bağışla. Bağışla da, bir şey də eləməmişəm, heç. Axırda belə olur. 300-ə çatanda belə olur. Niyə deyir 300 dəfə əl-əfdir? Allah bir dəfəni eşidir də əl-əf bağışla. 300 dəfə niyə deyir? 300 dəfə ona görə deyir ki, 300-də başa düşərsən ki, sən üzrxaq deyilsən, nə əslində? Sən 300 dəfə üzr istəməklə, israr, təkrar eləməklə o 300 dənənin axırında bilirsən ki, doğrudan da istəyirsən, yoxsa yox. Bunu başa sala bilmirəm, necə başa salım ki, nəyi nəzərdə tutur bu söz? Allah birincidən də iştir, amma deyir 300 dəfə denən görüm, axırda da əvvəlki kimi istəyirsən, yoxsa yoruldun. O qəlbin istəyin üzə çıxsın, qəlbdəki istəyin üzə çıxsın.
300 dənə əl-əf gecə namazında, 300 dəfə deyirsən əl-əf, bağışla, 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 iki şey baş verir. Ya axırında deyirsən ki, hə, mən qələt elədiyimi, səhv elədiyimi daha yaxşı başa düşdüm. Bu təkrardan sonra, doğrudan da mən xətakaram, günahkaram. Ya da 300-ə çatanda deyirsən ki, mən o qədər də səhv iş görməmişəm, tez qutarsın bu. Qəlbin dərinliyindəkilər üzə çıxır davamlı ibadətlə. Qiyamətdə Allah qəlbi açır qoyur ortaya. Filan günahı niyə elədin, deyəcək, özün istəyirdin ona görə. Qəlbin sirrində idi. Aç ağzı danış hünərin var qiyamət günü. Yox, filan şəraitdə olsaydım, mən günah eləməzdim. Deyirlər, yox, istəyirdin. İstəyirdinsə, eləməliydin. İstəyirdin. Gör, danışa bilirsən, yarımçıq kəsəcəklər sözümüzü. Bizim bütün arzularımız əmələ çevriləcək. Arzularımız, amma arzularımız bizə elə gəlir bəzi şeylər istəyirik, arzudan danışıram. Arzu qəlbin o mərkəzi nöqtəsində yerləşib. Allahın işi onunlandır. İmam Hüseynin qatillərinin hamısında qəlblərini göstərəcəklər ki, istəmişdiniz bunu. Gözü necə, amma qəlbin için kim nə olubsa istəyib olub. Kim nə olubsa istəyib olub. Əsas olan nədir? Qəlbin o sirri hissəsi pak olsun. Ramazan ayının orucu o sirri hissəni üzə çıxardır. Diqqətli olsaq. Ramazan ayının orucu o lap dibdəki olan o qəlbin o sirli hissəsini yavaş-yavaş üzə vurur, üzə çıxardır. Və istəyirsənsə o qəlbin o ən mərkəzi nöqtəsi pak olsun, yollarından birini deyirəm. Çox bahalı sözlərdir, amma mən heç nəsiz təmənnasız verirəm. İstəyirsənsə o mərkəzi pak olsun, qəlbin o mərkəzi. İbadətə ürək ver, ürək qoy. Ürək qoy. Ləzzətlə, bu bir ay, ləzzətlə, orucla keyf elə də, bax, orucla ləzzət elə. İmamlar dostlarına baxırdılar, rahat baxırdılar, bilirdilər ki, bu bizə daha yaxındır. Hardan? Qəlbin o sirrinə baxırdılar, o içinə baxırdılar. Dillə də deyirdilər, filan kəs biz əhl-i beytdəndir. Axı, mən də sənə ağa bağlıyam, mən də səni sevirəm, düzdür. Sən ürək verməmsən bizə, bu ürək qoyub, ürək verib. Ürəyin içində məndən başqa, mənim ürəyin hər döyüntüsü mənə görədir, mənim sevgimləndir. Dünən nə dedim? Dünən nə dedim? Dedim, Ramazan ayı qarşımızda böyük imkanlar açır. Sayırsan fəzilətləri qutarmır. Allaha and olsun, nələr eləyir, adamın ağlı çaşır. Nələr eləyə bilər ruhunda. Nə böyük də fəzilətdir bu. Ramazan ayının fəzilətlərini saydıqca qorxu da artır. Qorxu da artır. Nəyin qorxusu? Birdən bu qədər imkanlardan istifadə eləməsəm necə? Ona görə deyir ki, burada məsələ risklidir. Riskli məsələdir. Ramazan ayından ayrılanda adam bağışlanmasa, da elə belə deyir, ən bədbəxti budur. Görür, sonra getdi adı. Məsələ risklidir. Çünki çox fəzilətlidir deyə, imkan çoxaldısa, bəhrələnməyən da elə belə qalmır. Gedir, ən bədbəxt yadınızdadır, kimə deyib Peyğəmbər? İbn-i Mülcəmə, Həzrət Əlinin qatilinə. Ümmətin bədbəxti səni öldürər. Gör, orucdan bəhrələnməyən hara gedir, düşür İbn-i Mülcəmin yanında adı yazılır. Bu tərəfi də var ya Ramazan ayının. Elə ancaq deyək, Rəbbimiz bizi sevir, Rəbbimiz Ramazan ayını filan qərar. Bunlar yaxşıdır, amma imkanların yanında təhdidlər də var. İmkanlardan bəhrələnməməyin riski də var. Tənəzzül eləməyi də var. Ona görə şadlıqla yanaşı bir qorxu, nigaranlıq halı var və hamısı gözəldir. Bu nigaranlıq o birilərdən deyil, qorxma. O stres gətirən, istirab gətirən. Bu başqa bir haldır, bu başqa bir haldır. Bu sevinç qarışıq bir nigaranlıqdır.
İmkan məsuliyyət gətirir. Filan işləri görmə imkanım var idi, məsuliyyət gətirir. Adamın özündən gözləntisi artmalıdır, dünən dedim. Çünki imkanlar çoxalır bu ayda. Allahla ən gözəl birbaşa əlaqə yaranıb. Düzdür, həmişə Allahla birbaşa əlaqəmiz var. Amma Allahın rəhməti düşüb aşağı, lap düşüb, lap enib aşağı, lap enib. Enib aşağı və bu rəhmətə bürünməsən qorxu yaranır ki, birdən mən buradan lazım şəkildə istifadə eləməsəm, yerimdə qalmayacam, tənəzzül eləyəcəm. Bu ayda, Ramazan ayında, İstəyin verim, ud'uni əstəcib ləkum ayəsinə diqqət edin. Bax, bunu danışandan sonra yəqin ayəni başqa cür başa düşdünüz. Ud'uni əstəcib ləkum, İstəyin verim. İstəyin verim bizə doğrudan istəyək də. Doğrudan istəyək versin. Kişi kimi istəyək versin. Qəlbimizdə istəyi yaradaq. Bizim aqibətimiz istəklərimizdən asılıdır. Qədir gecəsilik müqəddərat təyin olur. Sual verirəm, nəyə əsasən? Qəlbdəki istəkləri lap içəridəki, bəzindən özün də xəbərdar deyilsən, bilmirsən. Lap içəri baxır, görür və filan şeylər istəyir, müqəddəratı istəyinə uyğun təyin edilir. Ona görə filan bir il günahların içində boğulur. İstəklərini tənzimləmədi. Bu ayda Allah qəlblərə baxacaq. Qəlblərimizi necə dəyişək birdən-birə? Çətindir, mən də başa düşürəm. Çətindir. Amma mən bir təklif deyirəm də, dünya işlərindəki kimi mənəvi işlərə mexaniki yanaşmayaq. Bu ki, asandır. Bundan başlayaq. Mexaniki yanaşmayaq. Ürək qoyaq oruca. Ürək qoyaq. Quran açanda oxumağa çox oxuma lazım deyil. Bir vərəq oxu, ürək qoy Quran oxumağa. Ürək qoy. Dəstəmaz alırsan, ürək qoy. Və Allah haqqı, vallah da işim and içməyə qalıb da mənim. Ramazan ayında alınır bu. Sadəcə dayanmaq, diqqət eləmək lazım. Dəstəmaz almağa gedəndə biraz belə şövqlə gedirsən, görürsən dəstəmazın, ürək qoyursan, könül qoyursan. Din və mənəvi məsələlərdə işə ürək qoymalısan, yoxsa xeyri yoxdur. Heç bir xeyri olmayacaqsan. Həmin dəstəmazı alıb, namaz qıl, mexaniki hərəkət sənə fayda verməyəcək. Ürək qoyduqda o da sənə ürək qoyur. Namaz da sənə aşıq olur. Dünyada belə bir şey var, 2 nəfər evlənirsə, ilişir bir-birinə. Ona görə bilir ki, boşanma çətindir də. Ona görə, niçin deyirlər, adam evlənəndən sonra bir-birinə zülm edir? Çünki əsiri görür özünün qarşı tərəf. Başqaları ilə, yad adamlarla, təbəssümlə, qardaş nə qulluğun filan, belə, amma istər-istəmə şuur altında deyir, bunun da gedən yeri yoxdur mənim də. Bunda istədiyi kimi davranır. İstədiyi kimi davranır. Dinlə münasibətli, amandır belə qurmayaq, din belə deyil ki, 3 dəfə sənə talaq verər, bir dəfəyə. Mən həmişə təşviqi danışmışam da, həmişə rəhmətdən danışmışam. Amma rəhmətin yanında bu yoxdursa, rəhmət də belə deyil, dayaqsız olur. O rəhmət olmur. Din bir anın içində çıxardar, sən atar bayra. Sən onunla ürəyin istədiyin kimi davrananməzsən. Düzdür, Allah çox güzəşt edir. İndiyə qalsaydı bizi qapıdan çıxartmalıydı. Mən özümü deyirəm, heç kəsin xətrinə dəymək istəmirəm. Amma etinasızlıq eləyəndə, müqavimət göstərəndə Allahın rəhmətinə o tərk eləyə bilər adamı. Çünki çox qiymətlidir, dində, Ramazan ayda, bütün dinə bağlı mənəvi məsələlər çox dəyərlidir. Allaha and olsun öz ünvanıma deyirəm, buna Allah şahiddir, necə səmimi deyirəm. Özü bilir də, özü bilir ki, mən özüm üçün bunu deyirəm ki, Allahın kərəmi saxlayıb məni, yoxsa mənim kimsinin nə işi vardı dində. Bunu mən heç bir təvazökarlıq falan eləmirəm. Mən Allahla danışanda özüm heyrətdə qalıram ki, necə olur ki, sən mənə dözürsən. Necə olur bu? Allahın kərəmi olmasa, mən bir gün bu yolda olmağa özümdə nəsə bir göstərici görmürəm.
Bugünkü söhbətimdə yadda qalmalı olan məqamlardan budur ki, dünyada olan qaydaları dinimizə tətbiq eləməyək. Bir adam maşın sürür, tədricən öyrənəndən sonra hərəkətləri mexanik eləyir. İndi ancaq mexanikdə də artıq fikri başqa yerdə ola birdən çıxır, mexaniki hərəkətlərlə maşın onu məqsədə çatdırır. Amma din belə rəftar sevmir. Dində başladınsa mexaniki eləməyə məqsədə çatdırmayacaqsın. Mexaniki dəstəmaz, mexaniki namaz, mexaniki... Din dünya ilə fərqlidir. Dünyada həmin maşın sənə ixtiyarındadır. İstəyir mexaniki elə, istəyir könül qoy. Təzə-təzə könül qoyur da maşını yemək istəyir. Səhər gözlük, səhər açılsın, maşını sürəcəm. Düşür, hərdən çıxır balkondan maşınına baxır. Təzə həvəs adamlar. Səhəri gözləyir, dursun, sürsün, həvəslə. İstəyir bağrına bassın maşını. Ləzzətlə sürür. Mən bunların heç birini keçməmişəm, amma bu mərhələləri eşitmişəm. Və sonra artıq ürək qoymur. Mexaniki o hərəkətləri eləyir. Maşın da onu məqsədə çatdırır. Amma Quran oxumaq belə deyil ki, məsələn, Əlif, Lam, Mim, Zəlikəl kitabu la reybə fî hudən lil-muttəqin, belə Quran sənə ismi vermir. Mən baxım görüm, xətm eləməliyəm bugün. Bu il, məsələn, 2 dəfə, 3 dəfə. Yox, belə Quran oxumazlar. Otur, oxu eşqlə, ləzzətlə, bir dənə də tərcümə kitabı qoy yanına, vaxt olanda o tədəbbürlə, təfəkkürlə oxu, onda görürsən Quranda başlayır açılmağa sənin üçün, sirlərini açmağa.